Laçın şəhərində səyyar asan xidmət təşkil edilib. İyulun 30-una dək vətəndaşlar şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının, sürücülük vəsiqələrinin dəyişdirilməsi, vətəndaş vəziyyəti haqlarının dövlət qeydiyyatı, notariat xidmətləri, əmlak xidmətləri və əmək pensiyalarının təyin edilməsi xidmətlərindən yararlana biləcəklər. Mən övladım üçün vəsiqə götürürəm və bunun üçün digər bölgələrə müraciət eləməli idim, digər bölgələrdəki asan xidmətlərə. Amma hal-hazırda Laçın şəhərində çox təşəkkür edirik ki, bu xidməti göstərirsiniz və biz də bundan yararlanırıq. Qərara gəldim ki, gəlim şəxsiyyət vəsiqəmi dəyişdirim. Gəldim, burada da yüksək səviyyədə səyyar asan xidmətin əməkdaşları məni qəbul etdi və şəxsiyyət vəsiqəmi dəyişdi. İşğaldan azad olunmuş ərazilərimizdə Zəngilan Ağalı kəndində, Cəbrayıl rayonunda, Xankəndi şəhərində, Ağdərənin Talış kəndində 1500-ə yaxın vətəndaşımıza səyyar xidmət göstərilmişdir. Ümumilikdə səyyar asan xidmət avtobusları vasitəsilə 3 milyon 400 minə yaxın vətəndaşımıza səyyar xidmət təşkil edilmişdir.